bir rejim. Onu biləsiniz. Moderatorları teşekkür ederim. Sağ olsunlar. Koymurlar ki burada yani ki trollar öz eğrişiyrəsi ilə məşğul olsun. Halal olsun onlara da. Yüz minlərlə kişilərin eləyə bilmədiyini bunlar edir. Halal olsun. Yani söhbət nədən gedir? Söhbət yani ki neçə gündür düşüblər ki indi aparacaq. Bu Təbriz adlı oğlandı. Bunun adı Təbrizdir. Qabili izləyəndir. Bu oğra şopoy oğlu. Bunun deyilənə görə restoranı da var. Yaxşı pulu da var. Amma ki sən demək ki cəllatlıqla da məşğuldur bu çopay oğlu oğraş. Anasının əmzəyini kəsəndir də. Yəni qeyrətli olsa bu işə getməz. Yəni ki kriminal heç vaxt siyasətə girişməz. Əgər siyasətə kriminal girişsə o kriminal deyil artıq. O tuladır. Mən bunu sizə açıq deyirəm də. Yəni çünki əsl kriminalla məşğul olan adam heç bir vaxt siyasətçilərə qarşı çıxmaz. Deməli bu terrorçudur. Bu restoranı da var, bunun yaxşı pulu da var, bunu gizlizdirirlər, dolandırırlar, lazım olan vaxtlarca. İndi bunlar yollayırlar ki, Qabili, Elşadı, Manafı, qeyri başqalarını, bizlər hamımız var onun içində. Adımız çəkilmir. Ona görə də arxain olmasınlar ki, yəni ki, Qabili aparacaqlar, ya Elşadı vuracaqlar, ya bu xüsusi bir psixoloji təsir göstərmə oyunudur. Amma bunun içində vurmaq söhbəti də var. Bu psixoloji təsir göstərici oyunun içində vurmaq söhbəti də var. Başa düşürsünüz? Yəni bunlara pul verilib ki, harada boşluq olsa, imkan olsa vurun. Bu söhbət gedir. Amma qorxu məsələsi, psixoloji təsir məsələsi nədir? 1 milyona yaxın Avropada, yəni qaçqınlar var da, Azərbaycanlılar var Avropada. Siyasi adla gəliblər, oturublar. Bizim də yaxın vaxtlarda bir çoxlarının sənədlərini yoxlama məsələsini Ağsaqqallar Şurası qaldıracaq. Yəni bu məsələ də var ortalıqda. Ona görə də ki bir çoxları ki gəliblər bura susurlar, eşidirlər ki Ağsaqqallar Şurası məsələ qaldıracaq. İstər-istəməz məcburiyyət qarşısında qalır. 1, 2, 3, 4 dənə video çəkilişlər YouTube-da eləyəcəklər, ya TikTok-da eləyəcəklər, ya Facebook-da eləyəcəklər ki, göstərsinlər ki, biz siyasi gəlmişik, bizdə bax, çəkilişimiz də var, çıxışımız da var bu rejimə qarşı. Onların qabağını almaq üçün cəmaatda o necə deyərlər ki, rejimə qarşı qorxu yaratmaq üçün Qabili, Elşadın, Mirzəlini, yəni bu Allah saxlamışları və qeyri başqaları hamımızı bir yerdə, yəni güya ki Azərbaycana aparacaqlar, tutturacaqlar, nə bilim, mən çox istəmirəm danışım, yəni ki, bu bir-birləri ilə pul yemək məsələsi var burada həm də. Bax, o səfər Elşad Allah saxlamış, dedi, bir nəfərə görə 48 milyon pul yiyib, bir nəfərə görə. İndi bax, Elşada görə neçə milyon pul yiyiblər, Mirzəliyə görə nə qədər pul çıxartıblar, məsələn, Turala görə nə qədər çıxartıblar, Qabilə görə nə qədər pul çıxartıblar, Manafa görə, Süleymana görə, yəni ki, mənə görə, qeyri başqası, məsələn, Rəfal Piriyevə görə nə qədər pul çıxartıblar. Yəni bu oyunu aparırlar spesialini ki, vəziyyət. Çünki Qabil artıq dayanmadan, Elşad da dayanmadan, başa düşündü, 15 ildə Elşaddır, 10 ildə Qabildir, dayanmadan sizi çağırır nəyə? Bu rejimin polisini, Məmədiyəni, Pəpədiyəni hamısının baltalanması, hamısının yandırılması, hamısının axtalanmasına çağırır. İndi baxın, görün də, bir dənə Hacı İbrahimin, mən gülmək istəyir, bunun canısı nəyə görə? Bir götüb oğlu Hacı İbrahimin üstünə gedə bilmirlər. Nə Siyavuşu, nə deyil başqası, nə deputatı çıxıb qupqulu 40 toyuq kimi danışırlar orada ki. Alalam, orada biri nə bilim tuvaletə yollaq çöpay oğlu ağzı basıldısa yandan dönəmişlər. Ay götmənə çöpay oğlu. Sən nə gündəsən ki sən ilhama götün çatmır bir söz ver. Любой bir deputat mısın? Любой bir şahindən tutmuş qeyri başqasına da hamısılar var. Görüb bir dəfə deyə bilmişsinizmi? Ayhan, ay bir qeylə, sən oğrusan. Yeganə insandır ki Azərbaycanda Allah qapısını açsın, Allahın nəzəri onun başının üstündə olsun. Tofiq Yaqubludur ki, çıxdı ki, ay İlhama, bir demədi də mənim kimi ki, ay göt verən. O demədi onu. O prosto ki, ay İlham, oğrusan.
Yəni ki, mən deyirəm, ay güvətmərəm çox oğlu, həqiqətən oğrusan da.